Marniurinin Çoloğaşvili küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2 qadın xəsarət alıb. Şahidlərin sözlərinə görə yüksək sürətlə hərəkət edən avtomobil əvvəlcə başqa bir maşına çırpılıb, daha sonra isə digər maşın piyadaları vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. 1992-ci ildən bu günədək Avropa İttifaqı Gürcüstan üçün 2 milyard avrodan çox qrant ayırıb. Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin məlumatına görə bu vəsait ölkə vətəndaşlarının gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Artıq 30 ildən çoxdur ki, Avropa İttifaqı müxtəlif proqramlar vasitəsilə Gürcüstan vətəndaşlarına yeni iqtisadi və sosial imkanlardan yararlanmağa kömək edir. Tayisi şəhər məhkəməsi prokurorluğun təqdim etdiyi sübutlar əsasında azyaşlı qızını zorlamada ittiham olunan şəxsi təqsirli bilib. İstintaqla müəyyən olunub ki, o zorakılıq tətbiq etməklə və uşağın aciz vəziyyətindən istifadə edərək sistematik şəkildə cinsi zorakılıq törədib. Məhkəmə ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edib.